Kim o dərsi öyrənməyibsə, hələ toplumda izahlarını ona göndərəcəm. Deməli, bu var, bu. Bu söz nə deməkdir, bilirsiniz? Bu D nə deməkdir? Mən Törəmə. unutmuşam. O D nə deməkdir? Törəmə demək. Törəməsini tapırsan. Deməli, bax, uzun yazıram. Bu integralı hesablayanda nə edəcəkdik? Qüvvəti bir vahid artırıb qüvvətə böləcəkdik. Qüvvəti bir vahid artırıb qüvvətə böləcəkdik. Bax, indi bu D dediyi, bax, DF bölünsün DX dediyi, F'in X'e görə törəməsidir. Universitetdən ən azı yazıya gələr də DY bölü DX. X'e görə törəmədir. İndi sən təkrarən bundan törəmə alırsan. Onda təkrarən bundan törəmə alırsansa elə bunu verər də. Bunun için verər də. Deməli, bax, belə bir şey yazmaq olar. D bölünsün DX, integral Fx. Bu nəyi verir? Belə Fx'i. Niyə? Çünki sən bir integral tapatsan, integral törəmənin tərsidir. Təkrarən də törəməsini tapatsan. Anladınız? İntegralını tapdım, indi D dediği törəmədir. Törəmə topunda yine bunu verəcəkdir. Yəni integral altındakı funksiyanı verir bu. 14.